İmam Hüseyin əleyhissalamın Peyğəmbər məscidində Ayşəyə söylədiyi sözlər. İmam Həsən Müctəba əleyhissalam şəhid olduğu zaman onu tabuta qoyub Peyğəmbərin müsallasına apardılar və orada cənazə namazını qıldılar. Daha sonra onu götürüb məscidə girdilər. Peyğəmbərin qəbrinin qabağında dayandıqları zaman bu xəbər Ayşəyə çatdı. Ayşəyə dedilər ki, onlar Həsən ibn Əli əleyhissalamı Peyğəmbərin yanında dəfn etmək üçün gətiriblər. Ayşə bunu eşidən kimi yəhərli qatıra minib evdən çıxdı. O, İslam tarixində ilk qadın idi ki, kiminsə köməyi olmadan cəmaatın gözü qarşısında kəcavəsiz yəhərli qatıra minirdi. Bu vaxt Bəni Haşimin qarşısında dayanıb fəryad edərək belə dedi: uşaqlarınızı mənim evimdən uzaqlaşdırın. Mənim evimdə heç kəs dəfn edilməməli və Peyğəmbərin hörmət pərdəsi yırtılmamalıdır. İmam Hüseyin əleyhissalam ona belə buyurdu: Allah Rəsulunun hörmət pərdəsini daha əvvəl sən və atan yırtdınız. Belə ki, ona yaxın və qonşu olmasını istəmədiyi şəxsi Allah Rəsulunun evində dəfn etdiniz. Ey Ayşə, Allah gördüyün bu işin hesabını səndən soruşacaq. Qardaşım Həsən əleyhissalam mənə onu babası Peyğəmbər salavatullahın yanına gətirməyimi əmr etdi ki, onunla olan əhdini təzələsin. Bil ki, qardaşım Həsən əleyhissalam Allah Rəsulunun hörmətini sındırmayacaq qədər Allah və onun Peyğəmbərini hamıdan yaxşı tanıyan, Allahın kitabını hamıdan düzgün açıqlayan bir alimdir. Odur ki, Allah Teala belə buyurur: Ey iman gətirənlər! Peyğəmbərin evlərinə icazəsiz daxil olmayın. Sən isə Peyğəmbərin icazəsi olmadan bəzilərini onun evinə saldın. Halbuki Allah Teala belə buyurur: Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. And olsun ki, sən atanı və onun Faruğunu, Öməri dəfn etmək üçün Allah Rəsulunun yanında yerə bel vurdun. Halbuki Allah Teala Quranda belə buyurur: Həqiqətən Allahın Peyğəmbərinin yanında səslərini aşağı salanlar, Allahın qəlblərini pəhrizkarlıq üçün sınadığı və hazırladığı kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır. Canıma and olsun ki, sən atan və onun Faruğunu, Öməri icazəsiz olaraq Allah Rəsulunun evinə daxil etdin və onları onun yanında dəfn etməklə, ona yaxın etməklə Allah Rəsulunun inciməsinə və əziyyətinə səbəb oldun. Çünki onlar Allahın öz Peyğəmbərinin dili ilə onlara əmr etdiyi haqq və hüquqa riayət etmədilər. Həqiqətən Allah, Allahın Rəsuluna sağ ikən hörmətsizlik etməyi necə haram etmişdisə, vəfatından sonra da Rəsuluna hörmətsizlik etməyi haram etmişdir. Ona, Allah Rəsuluna qoyduğu hörmət, vəfatından sonrasına da şamildir. Ey Ayşə, Allaha and olsun ki, əgər narahat olduğum bu iş, qardaşım Həsənin babası Peyğəmbərin yanında dəfn edilmə işi bizimlə Allah arasındakı əhdə görə zorla etmək caiz olsaydı, burnun yerə sürtülsə də, o həmin yerə dəfn edilərdi. Bu vaxt Məhəmməd ibn Hənəfiyyə sözə başladı və belə dedi: Ey Ayşə, Haşimoğullarına qarşı düşmənçiliyinə görə bir gün qatıra, bir gün də dəvəyə minirsən. Nə özünə sahib çıxa bilir, nə də bir yerdə səssizcə otura bilirsən.
Ayşə Məhəmməd ibn Hənəfiyyəyə dedi: Ey Hənəfiyyənin oğlu, bunlar Fatimənin övladı olduqları üçün danışırlar. Bəs sən niyə danışırsan? İmam Hüseyin əleyhissalam ona belə buyurdu: Ey Ayşə, sən Məhəmmədi Fatimilərdən ayırmaq istəyirsən? Allaha and olsun ki, o, 3 Fatimənin övladıdır. İmran ibn Aiz ibn Əmr ibn Məhsunun qızı Fatimə, Haşimin övladı Əsədin qızı Fatimə və Zaidə ibn Əsəm ibn Rəvahə ibn Hücr ibn Əbdül Mais ibn Amirin qızı Fatimə.